İnsanın ən böyük düşməni nəfsidir. Çünki o bəzən dost, bəzən düşmən kimi gizlənir. Nəfs insanı həm ucalda, həm də uçuruma aparar. Onun tərbiyəsi olmadan iman sabit qalmaz, əməl davamlı olmaz. Quran-ı Kərimdə Yusif surəsi 53-cü ayədə buyrulur: Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işlər görməyi əmr edər. Nəfs təbii halında insanı günaha çəkər. Lakin Allahın mərhəmətinə sığınan, onu tərbiyə edən insan qurtuluşa nail olar. İmam Əli əleyhissalam buyurur: Nəfsini məğlub edən ən böyük qələbəni qazanmışdır. Nəfs insanın içindəki arzu, qürur və şəhvət gücüdür. Əgər o, ağıl və imanla idarə olunmazsa, insanı haqq yoldan uzaq salar. Lakin nəfs Allah qorxusu ilə tərbiyə olunsa, mütmainə halına yüksələr. İmam Cəfər Sadiq buyurur: Kim öz nəfsinə hökm edə bilərsə, o insanların ağasıdır. Deməli, əsl rəhbərlik öz iç dünyasına rəhbərlik etməkdir. Nəfsini tanımayan insan nə cəmiyyətə, nə də ailəsinə rəhbərlik edə bilər.